Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala cemiyil enbiyai vel murselin. Siyyema khatemihim ve afsalihim Muhammed. Allahümme sallallahu ve ala ehli beytihil etyebinel encebin. Siyyema bakiyetillahi fil aradin. Bihim netevalla ve min a'daihim neteberra'u ilallah. Usikum ve nefsi betekvallah ya eyyühellezine amenu ittagullah ve kunu ma'as sadiqin. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Hazreti Peygamberin mübarek Ramazan ayı hakkında çok mühteşem bir kelamı var. Bu aziz ayın astanasında bir hutbesinde Allah'ın bu ayını çok güzel şekilde təqdim edir. Buyurur ki, Eyyuhen nas, innehu qad aqbala ileykum şehrullah bil bereketi ve rahmeti vel mağfire. Ey insanlar! Həqiqətən Allah'ın ayı sizə doğru gəlməkdədir. Allah'ın ayı sizə sarı üst tutub. Və bu ayın xüsusiyyətlərin bəyan edir kəlamının davamında. Buyurur, Allah bu ayında sizə doğru bərəkəti ilə gəlir, mərhəməti ilə gəlir və məğfirəti ilə gəlir. Peyğəmbər buyurdu ki, bu şəhrullahdır, Allah'ın ayıdır. Bir şeyin əzəməti üçün onun Allah'a mənsub olması kifayətdir. Şəhrullahdır. Əlbəttə, Həzrəti Əmir-əl-Müminin Ali ibn Əbi Talib əleyhissalamdan buyurulan bir rəvayətdə Şaban ayının Peyğəmbərə aid olması buyurulur. Və Əmir əleyhissalam buyurur ki, Rəcəb də mənim ayımdır və o da Ramazan ayının Allah'a aid olmasını buyurur. Buyurur ki, şəhru Ramazana şəhrullah və şəbana şəhru Rasulillah və Rəcəbin şəhri. Şaban ayının Peyğəmbərə mənsub olmasının bir neçə səbəbi var. Hədislərdə, alimlərimizin kəlamlarında buna işarə olunub. Birincisi, Şaban ayında da hər namazdan sonra Şabaniyyə salavatı var. Orada da gördük ki, bu ayda Həzrəti Peyğəmbərə çoxlu Şaban ayında Peyğəmbərə çoxlu salavat zikr eləmək, Peyğəmbəri həmişə diqqət mərkəzində saxlamaq təkid olunurdu, tövsiyə olunurdu. Yəni biz Şaban ayının hər günündə Peyğəmbəri yad eləyirdik, ona salavatlar göndərirdi. Və hədislərdə də var ki, Peyğəmbər Şaban ayına çoxlu əlaqə göstərərdi, sevgi göstərərdi və o ayda çoxlu ibadət eləyərdi. Bunlar səbəb olmuşdu ki, bu ayı Peyğəmbərə nisbət verirlər. Rəcəb ayının Həzrəti Əmir əleyhissalama, Əli əleyhissalama aid olmasının da bir neçə səbəbi var. Onlardan biri budur ki, o Həzrət Rəcəb ayında dünyaya gəlmişdi. Həmçinin Rəcəb ayının 27-sində Həzrəti Peyğəmbər Peyğəmbərliyə seçilmişdi və həmin gecənin əməllərində də Həzrəti Əli əleyhissalama aid
əməllər var. Həm də Həzrəti Əli əleyhissalam peyğəmbərə ilk iman gətirən şəxsdir. Rəcəb ayında peyğəmbərliyə seçilir və Əmir əleyhissalam da ona ilk şəxs olaraq iman gətirir. Bu da Rəcəb ayının Həzrəti Əli əleyhissalama aid olmasının bir neçə səbəbidir. Çoxlu səbəblər ola bilər. Amma indi deyilənlər ki, biz bilirik, bizi agah eləyiblər, bir neçəsi bunlardır. Amma Ramazan ayının şəhrullah olması, Allah ayı olması, bunun səbəbi nədir? Əvvəla Allah özü buyurub. Bir hədisi qudsidə nəql olunub ki, Allah buyurur ki, Ramazan mənə məxsusdur, Ramazan mənim ayımdır. Əs-sumu li, oruc mənə aiddir və ənə əczi əleyh. Və onun mükafatını da, oruç tutanların mükafatını da özüm verərəm. Həmçinin oruç tutmaq ibadət olduğuna görə, ibadət də Allaha məxsus olmalıdır. Allahdan qeyrisinə ibadət eləmək olmaz. Ramazan da, mübarək Ramazan ayı da Allaha məxsusdur. Ki Peyğəmbər buyurdu, İnnehu qad əqbələ ileykum şəhrullah. Bir səbəbi budur. Bu Ramazan ayını Allahın ayı adlandırdı. İlahi, bu əziz ayıva, bu şəhrullaha, ki bir hədisdə də var, Peyğəmbər buyurur, ziyafatullahdır mübarək Ramazan ayı. İlahi, bu ilahi qonaqlığa bizi nəylə dəvət eləyirsən? Əgər bizi bir nəfər evinə qonaq dəvət eləsə, süfrə açar. Süfrədə rəngarəng nemətlər qoyar. İlahi, sən bizi öz ayıva dəvət eləmisən, qonaqlığıva dəvət eləmisən. İlahi, bu süfrədə nə qoymusan? Hansı nemətləri qoymusan? Bunu Peyğəmbər izah edir. Allah mübarək Ramazan ayında çoxlu nemətlər qoyub, amma ən əsas nemətlər bunlardır. Bərəkətdir. Allah bərəkətin öz süfrəsinə qoyub mübarək Ramazan ayında. Mərhəmətin qoyub və məğfirətin qoyub. Hansı ki, bunların hər birinə bizim hava və su kimi ehtiyacımız var. Bunlar hər bir insan üçün, xüsusilə hər bir mümin üçün həyatıdır. Bərəkətsiz mümin neyniyər? Əgər Allah mərhəmətin insanların üzərindən götürsə, insan həlak olar. Əgər Allah Taala bəndəsin bağışlamasa, məğfirətin onun halına şamil eləməsə, çox çətin olar. Həm bu dünyası çətin olar, həm axirəti çətin olar. O da Allah bu ayda bu üç böyük neymətini qonaqlığında düzüb buyurur ki, indi o hal dili ilə də öz dilimizlə, ey bəndələrim, bu ayın bərəkətindən, bu ayın mərhəmətindən, bu ayın məğfirətindən istifadə edin. Nədir bərəkət? Bu çox mühümdür. Bəzi şeylərin kəmiyyəti var. Bəzi şeylərin keyfiyyəti var. Allahın dinində, Peyğəmbərin sünnəsində, Əhl-i Beytin sirəsində, Qur'an-ı Kərimdə kəmiyyət, çoxluq önəmli deyil. Keyfiyyət, kaçıstıda önəmlidir. Bir şeyin uzunluğu var, bir şeyin eniliği var. Uzunluq önəmli deyil dində. Sənin nə qədər varın var, nə qədər pulun var önəmli deyil.
sən nə qədər yaşamısan, 100 il, 70 il, 80 il, 90 il önəmli deyil. Necə yaşamısan, o önəmlidir. Ömrünün eniliyi nə qədərdir? O önəmlidir. Nəinki ömrünün uzunluğu nə qədərdir? Önəmli deyil. Keyfiyyət önəmlidir. Necə yaşamısan? Qeyri-dindarlar nə qədər yaşayaram onlar üçün önəmlidir. Mümin üçün necə yaşayaram, necə yaşayıram önəmlidir. Bərəkət budur. Nə qədər faydalıyam, nə qədər dindaram, nə qədər iman sahibiyəm, nə qədər ixlasım var, nə qədər Allaha yaxınam, nə qədər malik olduqlarım, ömrüm, malım, dövlətim, övladlarım, abrum, həyatım din uğrundadır, cəmiyyətin faydalığı uğrundadır. Bu önəmlidir. Nə qədər mən malik olduqlarımdan Allah yolunda xərcləyirəm, nə qədər varım, dövlətim məni Allaha yaxınlaşdırır. Bərəkət budur. Bu keyfiyyətdir, bu eniliyidir məsələnin, uzunluğu deyil. Sən artıq burada takasurla sayıb mənim, məsələn, 1 milyon dollarım var, 2 milyon, bu sənin üçün önəmli deyil. 2 manatım olsun, amma bərəkətli olsun, bir işə yarasın. Bu önəmlidir. O məşhur Şəbaniyyə xutbəsində Rəsul-i Əkrəm Ramazan ayının fəzilətlərini bəyan eləyəndə çox danışdı bu mübarək Ramazan ayının fəzilətlərindən. Axırda Əmir-əl-Müminin Əli ibn Əbi Talib Peyğəmbərdən soruşur. Ya Peyğəmbər, bu ayda ən fəzilətli əməl nədir? Sən ki bu ayın fəzilətin çox yüksək şəkildə təqdim elədin, bəyan elədin. Bəs insanlar neynəsinlər? Ən üstün əməl nədir? Peyğəmbər buyurdu ki, ya Əli, bu ayda ən üstün əməl vərədir, günahlardan özünü saxlamaqdır. Sonra Peyğəmbər ağladı. Əmir-əl-Müminin soruşdu, ya Rəsulallah, niyə ağlayırsan? Buyurdu ki, ya Əli, bu ayda sənə qarşı ehtiramsızlıq olar, hörmətsizlik eləyərlər. Ya Əli, dünyanın ən pis adamı, ən bədbəxt adamı, sən Rəbbinə namaz qılarkən, qılınc zərbəsini sənin başının üzərinə indirər və sənin mübarək saqqalını qanınla boyayar. Bir ölümdən xəbər verir Peyğəmbər. Həzrəti Əmir-əl-Müminin Əli əleyhissalamın o vaxtı 30-dan biraz yuxarı yaşı var. Həzrəti Əmir əleyhissalam Peyğəmbərdən soruşmur ki, ya Rəsulallah, o vaxt mənim neçə yaşım olar? Neçə yaşında olaram mən zərbətlənəndə? Buyurur ki, ya Rəsulallah, və zəlikə fi salamətin min dini. Ya Peyğəmbər, o dünyanın ən pis adamı mənim başıma qılınc zərbəsi endirəndə, mən dinimdə, mənim dinim sağlam olar, aqibətim xeyirli olar, o anda da imanım möhkəm olar. İmanına görə narahatdır, aqibətinə görə narahatdır, ömrünün keyfiyyətinə görə narahatdır, ömrünün
Eyniliyinə görə narahatdır, uzunluğuna görə yox. Və zalikə fi salamətin min dini. Dinim sağlamdır, salamatdır dinim. Dinimi qoruya bilərəm. Son anına görə narahatdır. Bərəkət budur. Bir həyat əgər bərəkətli olsa, insan əvvəlindən axırına qədər mübarək şəkildə yaşayır. Bu ay bərəkət ayıdır. Peyğəmbər buyurdu. Allah süfrəsinə bərəkətin qoyur. Bu ay həm də bizə, həm bu ayda, həm digər aylarda da Allahın bərəkətini öz həyatımıza gətirməyin yollarını bizə öyrədir. Ey insan, sən bir ömür bərəkətli yaşamalısan. Bir ömür sənin ömrün keyfiyyətli olmalıdır. Sual veririk, necə? Yolu nədir? Ramazan ayının tərbiyəvi metodu imsakdır. Əgər biz həqiqi şəkildə imsak eləsək, Allahın bərəkətin, həmçinin rəhmətin, həmçinin məğfirətin öz halımıza şamil eləyərik, həyatımıza gətirərik. İmsak nədir? İmsak yəni çəkinmək. İmsak yəni əl saxlamaq. İmsak yəni ayaq basmaq. İmsak yəni yox deməyi bacarmaq. O şeylər ki, digər aylarda bizə halaldır, Allah fəcrdən məğribə qədər onları bizə haram eləyirdir. Bunları əgər yesən, orucun pozular, orucun batil olar. Sən yox deməyi bacarmalısan. Yoxdur. Əgər nəfsin bir şeyə səni vadar eləsə, hansı ki Allah onu bəyənmir, hansı ki Peyğəmbərin sünnəsinə uyğun deyil, hansı ki İmam Zaman ondan razı deyil, özünə yox deməyi bacar. İmsak budur, yox deməyi bacarırsan. Dilivi qorumağı bacarırsan, gözüvi qorumağı bacarırsan, nəfsivi qorumağı bacarırsan. Bu bərəkət gətirər insanın həyatına. Peyğəmbər buyurdu. Deyir ki, İzət tacirani sədəqa və bərra burikə ləhuma. Əgər iki tacir bir-birinə qarşı dürüst olsalar, bir-birinə qarşı sədaqətli olsalar və bir-birinə qarşı yaxşı olsalar, Allah onlara bərəkət verər. Allah onların işlərinə bərəkət nazil eləyər. Demədi iki müsəlman tacir. Bu müsəlman qeydi yoxdur. Dedi iki tacir. Hətta qeyri-müsəlman olsa belə, əgər dürüst olsa, əgər sədaqətli olsa, əgər işində yalan olmasa, Allah deyir ki, işləri bərəkətli olar. Sədaqət əslində təkcə dillə bağlı deyil, əlbəttə dildə böyük şəkildə özünü əks eləyir. Sədaqət ümumiyyətlə insanın dininin tərənnümüdür. Sədaqət insanın dininin aynasıdır. Sən əgər iman əhlisənsə, möminsənsə, o sənin sədaqətindən bilinir, sənin əməlindən bilinir. İstər dildə olsun, istər bərəkəti əgər istəyir həyatımıza gətirək, gərək Peyğəmbər buyurur. Bir amili sədaqətli olmaqdır, dürüst olmaqdır. İmanla əməlin bir olmasıdır. Belə olanda oruç tutmağın da keyfiyyəti qalxır. Namaz qılmağın da dərəcəsi qalxır. Allamə Təbatabayidən soruşdular. Ustad,
İstəyirəm namazda huzur qəlbim olsun. Namazda fikrim yayınmasın. Bütün ruhumla, vücudumla mən namazda olum. Neyniyim? Allama Təbatavai buyurdu ki, dilivi qoru. Əgər dilivi qorusan, əgər dilivə sahib çıxsan, sənin namazda huzur qəlbin olar. Əxlaq alimləri deyirlər ki, hətta sən bu dillə günah eləməsən belə, yenə də çox danışma. Yenə də az danış. Hətta düz danışsan belə, amma çox danışsan, yenə də sənin diqqətini yayındırar. Yenə də sənin namazdakı huzur qəlbivi səndən alar. Nəinki yalan danışmaq, nəinki dillə böhtan demək, qeybət eləmək. Yox, hətta düz söz danışsan, amma çox danışırsan, bu da deyir namazın keyfiyyətinə təsiri göstərər. Bir nəfər Ayətullah Behçətə rəhmətullah aleyh dedi ki, ağa dua elə ki, namazda huzur qəlb tapın. Allama Ayətullah Behçət cavabında dedi ki, oğul, bəzi şeylər dua ilə həll olmur, əməllə həll olunur. Sən əgər namazda huzuru qəlb tapmaq istəyirsən, mən dua eləməklə o düzəlməz. Sən gərək özün bir iş görəsən. Əgər namazının bərəkətli olmasını istəyirsən, əgər orucuvun bərəkətli olmasını istəyirsən, əgər həyatının bərəkətli olmasını istəyirsən, əgər malının, dövlətivin bərəkətli olmasını istəyirsən, özün bir hərəkət eləməlisən. Ayədə də buyurur: "Vələv enne ehler qura amenu vettaqav lefetahna aleyhim berakatin mine's-semai vel-arz." Əgər bir şəhər cəmaatı iman gətirsələr və təqvalı olsalar, Allah Taala göyün və yerin bərəkətlərin onun üzünə açar. Bu bərəkət əgər istəyirik, bu Allah ki, bu süfrəsində bərəkəti qoyub, fəzli ilə onu bizə təqdim edir. Amma biz də davamlı şəkildə istəyiriksə ondan bəhrələnək, gərək əməldə də bunları eləyək. Onlardan biri təqvadır, onlardan biri sədaqətdir. Hədisdə var ki, onlardan biri ədalətlidir ki, insan onlara riayət eləməlidir. Allah'a an veririk izzət-i cəlalına, əzəmətinə, böyülüyünə, bizi Allahın bərəkətindən, mərhəmətindən, məğfirətindən faydalanmaqda müvəffəq eləsin inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus-samad. Ləm yəlid və ləm yulad və ləm yəkul ləhu kufuvan əhəd.